Herkese salam. Bağdaki günlerden birini sizinle paylaşmak istəyirəm. Mən səhər tezdən durmuşam burada olanda. En sevdiğim şeylerden biri hele budur. Suyla oynamaqda hamı yatır. Mən durmuşam, dedim ki durub biraz buranı suluyum, biraz tısbağalara da baxım, havanı da belə çekim, səhər təmiz havanı kapının ağzında silim. Kapını görürsüz ne hale geldi, ama inşallah bu yaxınlarda hele onu da kraskalı yarıq. İnşallah sizə də maraqlı olar. Ona göre de like koyup abone olmağı unutmayın. Daha çok geçen maraqlı videolar bizi gözləyir. Neden deyirəm? Like koyun, abone olun. Bu elə bil ki like koyan, çok like koyanda, komentari yazanda ve abone olanda bu video qabağa gedir ve çoxu bunu görür. Bu hobi kimi bir şeydir. Bu bir bence hobi demeyeceğim, xəstəlik kimi bir şeydir. Sən xoşlayırsan ki sənə baxsın, sənə like qoysun, nəsə mesaj yazsın. Məncə belə yaxşı şeylər daha da yaxşıdır YouTube'da olmağına. Burada heç bir pis şey yoxdur. Günlük rutindir, bir film kimi bir şeydir. Nətər biz seriallara baxırıq, amma bu real bir serial demək istəyərdim. Kapının ağzını yudum, oranı biraz belə havalandırdım ve dedim ki yok, hele ki hamı yatır, dedim koy uşaqlara blinçik də hazırlayayım. Uşaqlar blinçik çox sevirlər. Mənim uşaqlar pankek, blinçik səhər tezdən yeməyə çox xoşlayırlar. Məndə sadə reseptdə həmişəki kimi həmişə südlə eləyirəm. Süd, zquşonka, qatılaşdırılmış süd. Amma burada məndə mən qatıq istifadə elədim. Niyə? Çünki qatıqla eləyəndə onlar yani belə çox yumuşaq olurlar. Südlə eləyəndə biraz berk deyim, suxoy, bilmirəm nə tər sizə izah eləyim, suxoy olurlar. Belə quru olurlar biraz, amma qatıqla eləyəndə biraz belə yumuşaq, belə elə bil ki yağlı belə. Burada blinçik hazırlayıram və baxıram ki hələ ki heç kim durmur. Uşaqlar bura gələndə qəşəng yatırlar. İnanırsınız, bizdə burada internet yoxdur. Bu videoları çəkirəm ki sonradan sizə paylaşım. Evimizə gələndə oje paylaşım. Neden biz burada internet bizde yoktu? Bizde internet var, ama biz hele qoşulmadıq. Niye? Çünkü biz burada az qalırıq və elə bil ki 3 gün qalırıq, gedirik evə. Burada həyatda bir balaca ev də var yanında. Orada başqaları yaşayır. Yəni onlar həm bizim həyata baxırlar, həm həm orada yaşayırlar. Onların internet var, amma nəsə bizə isə gəlmirdi. Onlar sağ olsun çölə də çıxartdılar madəmi, amma bizə isə gəlmədi. Dedik qalsın, gələn dəfə gələndə bəlkə də tutar. Belə də qaldı, qalan iş qaldı. Dedik uşaqlar da internetdən istirahət eləsinlər. Burada mən yenə də gördüm ki blinçik də hazırladım. Hələ də heç kim durmadı. Mən düzdür qapını bağladım kuxnanın. Belki de ses çok getmir yuxarı mərtəbəyə, ona göre de qəşəng yatırlar hamısı. Burada 2 un götürdüm. Biri kəpəkli undu, biri de normal undu. Qarmən dedim xəmir eləyim və neyniyim, çörək hazırlamaq istəyirəm. Burada qalanda biz bu duxovkada çörək çox hazırlayırdıq. Və dedim hələ hazır xəmir gələnə kimi mən hələ bunları da təmizləyim. Şkafları onsuz da içləri təmizləməliyəm, yer eləməliyəm. İnanırsınız, burada o kadar iş var, amma bu günləri yox. Gələndə oje buradan aşağıdan yuxarı, yuxarıdan aşağı bütün otaqları birlikdə təmizləyərik. Sizə maraqlıdırsa baxarsınız da inşallah. Abone olub baxarsınız demək istəyirəm. Burada pripravalar eləyir, belə yer eləyirəm, baxıram burada nə var. İnanırsınız, burada hər şey demək olar ki var. Sodadan kraxmala tutmuş hər şey var. Belə bunları da yer eləyirəm və çıxan qabları da indi yuyaram.
Uşaqlar da bir dururlar. İndi birazdan durub səhər yeməkləri yeyərlər. Bizdə səhər yeməkləri bugün sadə olacaq. Blinçiklə sladki şirin çay içib yenə çölə çıxırlar. Niyə? Çünki uje gecdi səhər yeməyi üçün. Uje 12-yə 11-dir, 12-yə işləyib biraz yesinlər. Sonra da onsuz da bizim planlarım var. Həm çörək istəyirəm, həm də bu duxovkada grill hazırlamaq istəyirik və həyatda qəşəng bir günorta yeməyi birlikdə yemək istəyirik. Belə ya da bir supçuk da hazırlamaq istəyirəm. Çox şey istəyirəm. Bura gələndə vəbşə rahat olur. Bura gələndə həm təmizlik eləmək istəyirəm, həm həyatda oturub nəsə eləmək istəyirəm, həm yemək hazırlamaq rahatdır, böyükdür. Elə bil ki, sən belə rahat hiss eləyirsən özünə. Elə bil ki, nəsə eləyəndə rahat olur belə. Qabları da yudum. Yer elədim, oranı da silirəm. Həmişə yuyanda qabları bilirsiniz də mən qurudub yerlərinə qoyuram. Xoşlamıram ki, təzgahda nəsə qalsın, nəsə çox bir şeylər olsun, heç vaxt xoşlamıram. Burada uşaq oğluşum öz kitabları gətirib, səhər tez duranda pravila təkrarlayır həmişə. Çünki müəllimədədir, gündə 2-3 dəfə sən onları təkrarlamalısan. Belə blinçiklər də hazırdır. Kuxna təmizdir. Hava qəşəng, super hava var çöldə, ptiçkalar. Vəbşə sesləri ptiçkələrin belə təmiz hava görürsüz. Bizim duvarları həmişə belə olur. Hər il bura köçəndə yerdə biz onları kraskalayırıq və qışda yenə belə olur. Niyə? Çünki bizim evimiz dənizin qırağındadır. Hava belə duzlu olur və belə. Xəmirim uje gəldi, belə seri çörək olacaq məndən. Ev istidir, hava istidir, ona görə tez gəlir. İndi bunları proteinlərə qoyub orada da biraz qalsın deyə qoyaram. Biraz şeylərdə də gəlsin, proteinlərdə də gəlsin xəmir. Buradan uje məndə 2 çörək olacaq. Məncə yaxşı bir şey alınar. İnanırsınız, dediyim kimi bura gələndə hər şey eləmək istəyirəm, amma bilmirəm də indi nə çatdıracağım bu günlərdə. Çünki həm qaynanamla işlərim də var burada, həm uşaqlarla gələndə nətər olur. Gəlirsən, nəsə səhər tezdən durursan, nəsə hazırlayırsan, təmizləyirsən. Yenə də bizdə 1-2 saat istirahət olur. Çünki çöldə isti olur, həyata çıxmaq olmur. Həm uşaqlar da o tərəf bu tərəf qaçırlar, nəsə təmizləyirsən, yerləri yığırsan və gündə belə bitir. Hələ yeməklə, təmizliklə gün bitir. Amma dediyim kimi burada gəlib dip köşə təmizlik eləməliyəm, amma bilmirəm, bu dəfə yox, gələn dəfə gələndə, çünki bu dəfə bizdə çöldə də biraz işlərim var, onları eləyərik qaynanamla belə. Həm hazırlamağa belə istəyirik, burada biraz vaxt istirahət eləyək, sразу təmizlik işlərə girişməyə, biraz istirahət, sonra uje təmizlikdə olar, heç bir yerə qaçmır. Dediyim kimi o kadar da çirkin deyil, amma yenə də bilirsiniz də biz qışda burada qalmadıq vəbşə. Ona görə də təmizlik lazımdır, hər evə təmizlik məncə lazımdır. Belə 2 çörək alındı, bunları istəyirəm paketdə qoyum. Cırıram belə paket həmişə belə eləyirəm. Mən belə şeyləri xoşlayıram. Bunu qoymaq istəyirəm, bunlar da gəlsin və bunlar həm skabrok. İnanırsınız, mən bunları eləyəndə sırf bunu eləmirdim. Uje gidib nəsə başqa işləri də görürdüm. Yuxarı qalxırdım, orada pastel yığırdım. Sadəcə sizə niyə göstərmədim? İstəyirəm sizə təmizlik burada eləyəndə, hansı ki otaq təmizləyərəm. O vaxt sizə otaq təmizlikləri göstərərəm. Yəni istəyirsinizsə, конечно же, abunə olub, like qoyub unutmayın ki, sizə də video gəlsin. Belə kəsirəm. Qaynanam, конечно же, qəşəng kəsir. Mən ondan öyrənmişəm bu çörəyi hazırlamağa duxovkada.
O məndən qəşəng eləyir, amma mən də hələ ki alışıram da. İnşallah mən də öyrənərəm. Belə 2 çörək alıb supçikdə hazırladım. Çoxdan supçikləri yeməmişdik və bizdə nə hazırlayırıq? Çörəkdə sizə göstərirəm, burada hazırlanır. Belə. İstəyirəm həm uşaqlara piroq da hazırlayım. Hazır duxovkanı açdım. Burada şokolad var, damla şokolad, qatıq, saxar, şəkər, tozu 3 yumurta, vanilin kabartma tozu və, конечно же, yağ olacaq. Qaynanama da iş vermişdim, fındıqları kırmışdım. Dedim ki, bunları təmizləsin. Bizdə gün belə nasışına keçir. Nəsə, hamı nəsə bir iş görür, bir yerdə durmuruq, nəsə eləyirik, nəsə hazırlayırıq. Uşaqlar çölə çıxırlar, gəlirlər, nəsə istəyirlər yeməyə, xaladelnikə baxırlar, şkaflara baxırlar, nəsə axtarırlar, çörəklə nəsə yeyirlər. İnanırsınız, səhərdən axşama nəsə uşaqlar yeyirlər. Maşallah çox yeyirlər bu günlərdə. Mən də sadə resepti keks eləyirəm, sadə. Həmişəki kimi yumurtaları qoydum, toz şəkəri də qoydum, qarışdırıram qəşəngcə. Burada qatıq 2 çaşkaya ayırdım, 1 çaşkaya biraz soda qoydum. Soda pişivoy, onu da eləyirəm ki, belə qabarsın çox keks. Ən sevdiyim uşaqların tatlıdan biridir və mənim hazırladığım o çörək, inanırsınız, elə qəşəng alındı ki, elə super alındı ki, vəbşi qaynar uşaqlar da uşaq gəlib yeyirlər kesib. Bu da mənim keksimdir. Keks pişirdikdən sonra biz qaynanamı çoxdan istəyirdik burada grill hazırlamaq. Bizim duxovka grilldə duxovkada. Burada biz biraz kadrlar gəlmədi, çəkim düz olmadı, amma yenə də deyirəm sizə ayrı video çəkərəm ki, hansı burada grill hazırlayıram və bizim istədiyim o çöldəki günorta yemeği supta yedik. O hiç o ayrıdı. Sup sadece çöreksiz içtik ve burada mən uşaq qabları yuyub yerbəyer eləyirəm. Buna baxın, grilldən sonra peçkanı da təmizlədim və trapkanın gəldiyim o hava yenə də qəşəngdir. Bu havadan mən ölürəm, xoşluyuram. Hələ ki bura baxıram, burada çöldə yaşıl yarpaqlar, belə şeylər görsənir. Onun üçün bir şey ölürəm. Burada şkaflarda qablar azdır. Niyə? Çünki mənim ən sevdiyim, istədiyim qabları götürmüşəm evə. Bina evimizə istəyirəm buraya. İndi istədiyim bəzi şeylər var ki, hansı istəyirəm alın burada. Boş qalmasın şkaflar. Həm burada olanda da lazım olan şeylər olur. Belə nasışını günlər keçir bizdə. İnşallah siz də yaxşısınız, maraqlı olub baxarsınız, like qoyub, abunə olmaya unutmazsınız. Fikirləşirəm ki, maraqlı bir vlog alındı. Bilmirəm, indi sizlərlə tərdirsiniz, bəlkə də sadəcə təmizlik videoları istəyirsiniz görməyə. Amma həmişə təmizlik videoda qoymaq istəmirəm. Eyni yerləri təmizləmək fikirləşirəm ki, o kadar da maraqlı olmur. Buranı da təmizləmişəm. Fikirləşirəm ki, uşaqlar heç nə yeməzlər. Çünki birazdan onsuz da axşamda da burada klad tapmışam. Yoldaşımın kladıdır. Gəlib burada özüm üçün hansı ki nəsə hədiyyə eləyəndə bu şkafa qoyur və orada da saxlanılır. Mən də öz şeyləri ora qoyuram ki, hansı ki belə deyim sizə, abur-cuburlar, uşaqlar ora o kadar da baxmırlar. Bilirlər ki, onlar ataların şkafıdır, o nəsə qoyur ora. Dedim mən də şeyləri, onsuz da onlarla çay içəndə nəsə çıxardıram. Amma belə olur ki, uşaqlar bir yerdə konfet, bir yerdə nəsə görəndə, burada məndə hər şey var da, fındıq, konfet, razne konfetlər də getirmişəm. Həm vazada da var, amma belə şeylər uşaqlar görəndə, onlar istər-istəməz çox onları yeyirlər. Qoz, hər şey var. Niyə qoymuşam?
bir qonaq nəsə gələndə xoşlayıram ki, stol üstündə çayla içməyə hər şey olsun ki, gələn qonaq da rahat nəsə çay içsin. Ona görə də mən də elə olur ki, gizlədirəm, amma yenə də uşaqların yemədiyi heç nə yoxdur, şükür Allaha. Allah hamısının rozusunu Allah versin. Bunları da içmişəm, belə maraqlı bir dadı var, amma o qədər də bəyənmədim. Nədənsə uşaq Türk kofe çox içirəm, ona görə o qədər də bəyənmirəm. Burada uşaq axşamdır və dedim ki, qızlara gəlin biraz həyətdə də oynayaq. Axşam çox yorulaq ki, qəşəng yatıb, uşaq səhər tez durmasınlar, uşaq gec dursunlar. Mən onsuz da gec səhər çox yata bilmirəm. Orada görürəm ki, biraz gözləri açıb pərdədə görürəm ki, gün çıxıb. Mən orada gözləri bağlayıb yata bilmirəm. Ona görə də düşürəm aşağı. Orada özüm üçün işləri tapıram. Amma bura gələndə də həm də bilirsiniz, internetdə yoxdur demişəm. İstədim uşaqlarla da vaxt keçirim. Sağ olun, salamat qalın. İnşallah bəyənərsiniz.